3, 2, 1. İran İslam Respublikasının Təhlükəsizlik Nazirliyi anti-İran medianın siyahısını dərc edərkən, siyahı da Azərbaycanın dövlət televiziyası AzTV-də yer almışdı. Bu isə əməlli başlı həm AzTV-ni narahat edib. Cənub qonşumuz nəhayət anlasın ki, 100 yaşlı AzTV tam gücü ilə cavab verəcək. Həm də Azərbaycanda Media İnkişaf Agentliyi güya qarşılıqlı addım ataraq Səhər kanalının fəaliyyətini ölkə ərazisində qanunsuz hesab edir. Amma tamaşaçılara aydındır ki, həngaməni başlayan biz yox, Azərbaycan mediası olub. 6 il əvvəl, yəni 2-ci Qarabağ müharibəsindən öncə Səhər kanalının saytı Azərbaycanda dövlət tərəfindən bloklanıb. 3 ildən artıqdır ki, Səhər kanalının Bakı ofisi Azərbaycan hakimiyyəti tərəfindən sünni bəhanələrlə dayandırılır. Siz Azərbaycana qarşı casusluq edirsiniz. Niyə? Siz Azərbaycana xəyanət edirsiniz. Səbəbi nədir? Qardaşımız Ermənistanla nə görüşürdük? Bəs belə çıxır ki, AzTV Rus və Alman agentlərinin Bakı görüşündən bir xəbər olsa da, bu məsələnin gerçəyindən yəqin xəbərsiz deyil. Görüşlə əlaqədar deyə bilərəm ki, bu məlumatı biz Times qəzetindən öyrəndik. Bizim bundan xəbərimiz yox idi. Odur ki, İran Azərbaycan tərəfindən başlanan qara piyara təmkinli davranır, səbr edir, tərəf müqabil israrlı qalsa möhkəm addım atır. Elə hay məmləkətinə ucuz enerjinin tədarükünü tirajlamağa vərdiş edən AzTV Bu ilin əvvəlindən iyunun 17-sinə qədər hay məmləkətini 22 vaqona yüklənmiş 1220 ton avtomobil yanacağı ziyarət edib. bizə qarşı hay salmağa da adət edibdir. Fransa və UNESCO öz yerində erməni maraqlarına oynayan, onu indiki böhranlı vəziyyətdən çıxarmağa çalışan dövlətlərdən biri də qonşu İrandır. Uzun illər sözün əsl mənasında Səhər yox, Zəhər kanalınızda tək anti-Azərbaycan təbliğatı aparmaqla kifayətlənmədiniz. Azərbaycan dilində hazırlanan və birbaşa deməz Azərbaycana ünvanlanan klipdə İran deyir ki, Azərbaycan qəbrivi qazma. Biz Səhər kanalı olaraq AzTV və Media İnkişaf Agentliyinə təklif edirik ki, deputat Ceyhun Məmmədovun xətti ilə də məsələni həll etmək olar. O 3 il əvvəl Azərbaycan parlamentinin plenar iclasında Səhər kanalına qarşı hərçənd sərt çıxış etdi. Səhər kanalı düzdür, PEK vasitəsilə yayımlanır, amma bunun hansısa formada yayımlanmasının qarşısı alınması məsələsi, eyni zamanda radioların müdaxilə məsələsi də ciddi şəkildə nəzarətə götürülməlidir və bunun qarşısı alınmalıdır. Amma yaxın günlərdə Ərdəbilə öz babalarının yurduna səfəri zamanı Səhər kanalına eksklüziv müsahibə verdi və bunu öz səhifəsində də məmnuniyyətlə paylaşdı. Yəni, dövlət quruculuğunda böyük rol olmuş bir tarixi şəxsiyyətdir və necə ki, İranda Şah İsmayıl Xətai sevilir, onun əcdadları ehtiram olunur, Azərbaycanda da bu sevgi var, Azərbaycanda da bu məhəbbət var. Bu AzTV və əlaqədar orqanlara da nümunə ola bilər.